Əgər silindikdən sonra məlumatın informasiya həcmi 16 bayt azalarsa, şagird hansı sözü silmiş olur? Unicode'da 16 bayt azalmağı, Unicode'da bilirik ki, bir simvolumuz 2 bayta bərabərdir. Bir simvol 2 baytdırsa, neçə simvolum? X simvolum yazım. 16 bayt. Yəni 16-nı bölürük 2-yə, x eləyir 8. Deməli, bu silinən məlumatın 8 simvolluq bir məlumat imiş. Amma bu 8 simvolumun hamısı söz deyil. Lazım olmayan boşluq və vergüllə bir yerdə. Deməli, bunun bir dənəsi boşluqdur. Bir dənəsi vergüldür. 8 simvoldur. Biri boşluq, biri vergül. İkisi getdi, qaldı 6 simvol. Deməli, mənim sözüm 6 simvolluq bir sözüymüş. 6 simvolluq sözə baxırıq. İlan sözü 4 simvolluqdur. Sinifinə sözü 2, 4, 6, 8 simvolluqdur. Timsah sözü, bəli, 6 simvolluqdur. Deməli, doğru cavabım olur B variantı. Davam eləyək növbəti. 58-ci sual tipinə baxaq. Məlumat üzərində bəzi əməliyyatlar yerinə yetirildikdən sonra 32 bayt informasiya həcmi qalmışdır. Məlumatın yarısı silinmiş, eyni zamanda Unicode kodlaşdırma sistemindən ASCII sisteminə çevrilmişdir. Məlumatın ilkin həcmini tapmağı tələb edir. Bayaqki tipdəndir. İlkin həcm verirsə, sondan əvvələ doğru qayıdırıq. Sonda məlumatımız olub 32 bayt. Baxın, yazır, yerinə yetirildikdən sonra 32 bayt olur. Deməli, son nədir? Yəni, ən sonda baxın, məlumatın yarısı silinib, Unicode'dan ASCII-yə keçib, sonda 32 qalıb. Deməli, bu ASCII-yə keçəndə, bu ASCII sistemində 32 bayt olub. Yəni, 32 simvol olub. Nədən keçdi? Unicode'dan ASCII-yə keçdi, 32 oldu. İndi tərsinə qayıdırıq. ASCII-də 32-dirsə, geri qayıdırıq. Geri qayıdırıq, baxın Unicode'a. Unicode'da neçə olub? Axı, Unicode'da bir simvolum 2 baytdır. Onda 32-ni vururuq 2-yə. Unicode'da olur 64 bayt. Məlumatın yarısı silinib, sonra Unicode'a keçib. Unicode'da 64 idi, yarısı silinib 64 qalıb. Deməli, yarısı silinməmiş neçəymiş? Bax, burada yarısı silinməmiş, deməli, 128 imiş. 128 ilkin həcmimiz imiş. 128 bayt. Sonra 59-cu suala baxaq. Ümumiyyətcə, bu ilkin həcmi soruşulanda hər zaman geriyə doğru addım atsaz daha düzgün və tez bir zamanda tapmış olarsınız. Yenə bizdən baxın, ilkin informasiya həcmini soruşur. Məlumat üzərində bir neçə əməliyyatlar yerinə yetirilmişdir. İlkin olaraq ASCII əlifbasından 16 simvollu minimal əlifbaya çevrilmiş, yarısı silinmiş, ən son 20% arxivləşdirilmişdir. Əməliyyatlardan sonra məlumatın həcmi 20 bayt olub. Sonda, baxın, ən sonda 20 bayt olub. 20 bayt olub. 20 bayt nə zaman olub? 20% arxivləşdirilib, sonra olub 20 bayt. Məlumat 20% arxivləşdirilib, yəni 20% sıxıblar bunu. 100% idi. 20%-i sıxılanda nə qədər qalır? 80%. Deməli, bu tapılan məlumatımızın 80% imiş. 80%imiz 20 baytdırsa, görək əvvəlcə məlumatımız neçə bayt imiş? 100%imiz də x-dir. Qarşılıqlı vurası olsaq, tənasüb kimi x bərabərdir 20 vuraq 100 bölək 80. 20 ilə 80 ixtisar gedir, qalır 4. 4 ilə də 100 gedəndə qalır 25. Deməli, bu 25 bayt imiş. Nə zaman? Arxivləşməmişdən əvvəl. 25 bayt imiş. 25 baytımız arxivləşib, qalıb məlumatımız 20 bayt. İndi geri davam etdik. 20% arxivləşməmişdən əvvəl 25 bayt imiş. 25 bayt. Yarısı silinib, indi baxın, ondan bir addım geri qayıdıram. Yarısı silinib, sonra 25 bayt qalıb.
Bunun yarısı gedib 25 qalıbsa, deməli tamı nə imiş? 2 misli də 50 bayt imiş. Deməli bu yarısı getməmiş, bu 50 bayt imiş. 16 simvollu minimal əlifbaya çevrilib 50 bayt olub. 16 simvollu minimal əlifba deyəndə, yəni n bərabərdir 2 üstü i düsturuna görə 16 bərabərdir 2 üstü i-dən tapırıq ki, bunun informasiya miqdarı bir simvol üçün 4 bit imiş. 4 bit. 16 simvolu minimal əlifbaya çevrilmiş, deməli olub 50 bayt, yəni 4x-də, bilmir yaxı simvolumuz neçədir, bu x-dir. 4 isə buradakı bir simvola düşən informasiya miqdarı 50 bayt imiş. ASCII əlifbasından, ondan əvvəl ASCII-də imiş. ASCII-də artıq bu 4 bitləndir deyə, ASCII-də bir simvolumuz da 8 bitdir. 8x-də də, yəni simvol sayımızı bilmirik. 8x-də də sual olub. Yəni neçə olduğunu bilmirik. Baxın uşaqlar. 4-ün 2 mislidir 8, yəni 2 dəfə artıqdır. Deməli, buradakı sualda 50-nin 2 misli olacaq. 2 dəfə vururam. 50-ni vururam 2 eləyir 100. Deməli, burada ilkin həcm olub 100 bayt. Həmişə addımlarımızı geri doğru yerinə yetirsə, ilkin həcmi tapmış oluruq. 60-cı sual tipinə baxaq. Bu qayda ilkin həcm tipləri üçün həmişə keçərli olur. 60-cı sualda yenə ilkin informasiya həcmini soruşur. Yəni bu qaydada geri olaraq davam edirik. İnformasiya həcmi ən sonda olub 30 bayt. Ən sonda olubsa 30 bayt, ondan əvvəl baxaq. 3də 1-i silinməklə 70% arxivləşmiş və Unicode sistemindən ASCII sisteminə çevrildikdən sonra 30 bayt olub. Deməli, ən sonunda bu nə olub? Harada dayanıb? ASCII sistemində. ASCII sistemində 30 bayt olub. ASCII-dən əvvəl nə idi? Unicode idi. ASCII-də 30-dursa, Unicode-da onun 2 mislidir. Yəni Unicode-da 60 baytdır. Unicode-da 60. Unicode-dan əvvəl nədir? 70% arxivləşmiş. 70% arxivləşib 60 bayt qalıb. 70% arxivləşmək nə demək? Yəni onu 70% sıxıblar. 70% sıxanda yerdə 100-ün 30%-i qalır. Deməli bu 60 bizim 30%-imizdir. Bu 60 30%-imizdirsə, görək 100%-imiz nə imiş? X-də 100%-imizdir. Buradan tənasüb kimi x-i vurub açası olsaq, 60 vuraq 100 bölək 30. Deməli, buradan tapırıq ki, x-imiz olub 200. Əvvəlcə 200 olub. Harada 200 olub? 70% arxivləşməmişdən əvvəl olub 200 bayt. 200 bayt. 70% arxivləşməmişdən ondan da əvvəl 3də 1-i silinib. Neçəymiş ki, x imiş də bilmirik ilkin həcm. 3də 1-i silinəndə 200 bayt qalıb. 3də 1-i silinəndə, yəni 3də 1x bərabər olub 200-ə. X-i buradan tapırıq ki, x-imizin qiyməti 600 imiş. Yəni 600 bayt imiş əvvəlcə. Doğru cavab variantımız olur A variantı. 61-ci sual tipimizə baxaq. 64 müxtəlif simvoldan, bu tipdən bayaq izah etmişəm, bir daha təkrar izah edirəm ki, yaxşı başa düşəsiniz. 64 müxtəlif simvoldan ibarət məlumat ən kiçik əlifbada kodlaşdırılmışdır. Əgər bu məlumat Unicode əlifbasında kodlaşdırılsaydı, məlumatın informasiya həcmi neçə bayt artardı? 64 müxtəlif simvol deyirsə, 64 dənə simvolum var. Unicode-da bir simvolum 2 baytdır. 2-yə vururuq. Eləyir 128 bayt. Bu 128 bayt uşaqlar Unicode-da olarkəndir. Uni yazıram. Bəs 64 müxtəlif simvol ən kiçik əlifba sözünü görəndə dedim nə eləyir? N bərabərdir 2 üstü i düsturunu tətbiq eləyirik. 2 üstü i. Buradan i-ni tapsaq 64 bərabər olar 2 üstü i-yə. Yəni i-mizin də qiyməti 64-də 2 üstü 6-dır. I də bərabər olar 6 bitə.
6 bit. Demək ki, bir simvolu 6 bitlik olan bir əlifbada 64 dənə simvolun 64 vuraq 6 bit olar. 64-ü 6-ya vuraq. 6 dəfə 4 24. 6 dəfə 6 36, 2 də 384 bit. 384 bit. Biz gərək bunu yuxarıda bitə çevirək ki, bu artıq baytla yox, bitləndir ki, aradakı fərqi tapaq. Bitə çevirək. Unicode-da bir simvol 2 bayt, bit olaraq da 8 vuraq 2, yəni 16 bitdir. 64-ü vuraq 16-ya, kalkulyatordan istifadə edək, işimiz tez başa gəlsin. 64 vuraq 16. 1024, 1024-dən də çıxaq. 1024-dən də çıxaq, 384-dür. 1024-dən də çıxaq, 384. 640. Deməli, aradakı fərq oldu. Baxın, bu oldu 1024 bit. Unicode-da olanda 1024 bitdi. 6 bitlik bir məlumat 384 bitdi. Aradakı fərq nə qədər artar? Yəni bundan Unicode-a gedəndə 640, yəni C bəndi. 640 bayt artmış olar. Cavab olur C variantı. 62-ci tipə baxaq. Yenə bizdən ilkin həcmi soruşur, son həcmimizi verir. 40 bayt bayaqçı qaydada tərsinə getmək metodu ilə tapırıq. 40 bayt nə zaman olub uşaqlar? Baxın, deyir 256 simvolu minimal əlifbada kodlaşdırılmış. Əvvəlcə bir simvollu sözünü görən kimi tez nə edirik? N bərabərdir 2 üstü I düsturunu tətbiq edirik. Buradan I-ni tapırıq. I bərabər olur 8 bitə. Deməli, bu əlifbada bir simvolumuzun informasiya həcmi 8 bit imiş. Daha sonra Unicode əlifbasına çevrildikdən sonra yarısı silinmiş və 60% arxivləşmişdir. Bundan sonra 40 bayt qalıb. 40 bayt qaldı. Bu nə zaman qaldı? 60% arxivləşəndən sonra qaldı. 60% arxivləşmək nə deməkdir? Yəni 100%-in 60%-ni sıxıblar. 60% arxivləşmək, yəni sıxılmaq deməkdir. 60% sıxılanda nə qalmış olur? 40%-i qalmış olur. Əgər bizim 40%-imiz 40 baytdırsa, onda 100%-imiz də uyğun olaraq 100%-imiz də 100 bayt imiş da deməli. 100 bayt imiş. Deməli, mənim bu məlumatım 60% sıxılmamışdan əvvəl 100 bayt imiş. 100 bayt. 100 bayt olub, 60% sıxılıb, 40 bayt qalıb. Yarısı silinib, baxın, yarısı silinmiş, sonra 100 bayt qalmışdır. Yarısı silinib 100 bayt qalıbsa, yarısı silinməmiş nə qədər imiş? Burada da 200 bayt imiş. Yarısı silinməmiş 200 bayt imiş. Unicode əlifbasına çevrildikdən sonra 200 bayt olub. Unicode əlifbasına çevrilib, sonra 200 bayt olub. Deməli, çevrilməmişdən əvvəl Unicode-da nədir? Bir simvolun 2 baytdır. Unicode-da çevrildi 200 oldusa, çevrilməmişdən əvvəl o 100 baytlıq bir məlumat imiş. 100 bayt. Unicode-da belə deyək də, belə də yazsaq daha rahat olar. Baxın, 256 simvolu əlifba 8 bit idi. Neçə simvoldur bilmirəm. Bu 8 biti vururam həmin X simvola. 8X-də ilkin həcm idi, yəni sual. Sonra Unicode-a çevrildi. Unicode-da da bir simvolum 16 bit daxil. 16 vuraq X. Oldu. Nə tapdıq Unicode-da? 200. 200 bayt. Baxın uşaqlar. 8 16-ya çevrilir, belə deyək. Və yaxud da belə deyək. 16-nı bölürük 2-yə, düşür 16 biti, 2-yə bölürük 8 bit olur. 2 dəfə azalıbsa, informasiya miqdarı bir simvol üçün 2 dəfə azalıbsa, ümumi həcm də 2 dəfə azalır. Deməli, 200-ü bölürəm 2-yə, onda qalır nə? 100 bayt. 100 bayt. Düzgün cavabımız olur B variantı.